Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Deməli, bu yaxınlarda bir rafizinin nəql etdiyi bir hədisin hökmü ilə bağlı irad bildirdim ki, hədis munqati'də, yəni inqita var hədisdə, qırıqlıq var hədisin isnadında və həmçinin münkər hədisdir və bir neçə alimin sözlərini də burada qeyd etdim. Daha sonra bu rafizi Elvin Əzimov mənə cavab verdi ki, və iradlarını o da bildirdi ki, yəni bu məsələlərlə bağlı. Sadəcə mən videonu hazırladıqda 3-4 dəqiqə civarında etdim, çalışdım, bacardığım qədər ixtisar edim və qısa olsun. Və hətta orada dedim ki, yəni daha çox danışmaq olar, bu qədər kifayət eləyir. İndi bu Əzimov mənə cavab verib və iradları var, bir neçə burada məsələlərə toxunur. İnşallah indi dinləyək, baxaq nədir iradları və o iradlara cavab verək inşallah. Burada aşağıda bu təsih eləyən gəlir deyək ki, hədisun münkər, hədis münkerdir deyəcək əlbəttə. Yəni bunu qısa eləyirəm özüm də. Yəni kim istəsə daha geniş özünün o hazırladığı videoya baxar. Mən burada qısa əsas məqamlara toxunuram. Burada qeyd eləyir, hədis deyir Əbu Ya'lə, Qadi Əbu Ya'lə hədisi nəql edib İbtalü Təvilətdə və sonra təhqiqatçı orada təhqiq edən təshih deyir, yəni təshih deyəsən deyir. Yəni mühaqqiq, yəni orada onun sözünü də qeyd eləyir ki, onu da deyəcəm. Əsas, yəni bir məsələyə də toxunmaq istəyirəm ki, ümumən Qadi Əbu Ya'lə nə vaxt vəfat eləyib? Qadi Əbu Ya'lənin vəfat tarixi 458 burada qeyd eləyir. Sadəcə yəni müraciət eləyəndə, xitab eləyəndə xitabı əhlüsünnə olaraq et. Yəni siz əhlüsünnə belə, siz sünnilər, belə dinən. Amma xitabı vəhhabilər deyərək, yəni qəsd elədiyin bu cəmaatı qəsd eləyib, vəhhabilər deyib və sonra əhlüsünnə kitablarından gətirməyin doğru deyil. Yəni ya dinən hamı bütün əhlüsünnə aləmin nəzərə alaraq xitabı ora et, hamıya et, ya da ki yəni vəhhabilər deyərək xitab edirsənsə, bəli, onda o zaman gətir Abdülvahabın kitabından və digər kitablardan Nəcd alimləri deyək, nə deyək, olardı. Problem yoxdur. Amma sənin hal-hazırda gətirdiyin məsələ Əbu Ya'lədir, Həmbəli məzhəbinin böyük alimlərindən olan Əbu Ya'lə, əhlüsünnə Əbu Ya'ləni qəbul edir, bəli. Sadəcə, yəni irad bildirəndə nəzərə al bu şeyləri. Başqa vaxtda deyirsiniz, sünnilər bizim qardaşlarımızdır, vahhabilər bizim düşmənlərimizdir. Bu məsələyə artıq sən gətirdiyin zaman o kitabdan ki gətirirsən, yəni Həmbəli məzhəbinin böyük alimlərindən olan Əbu Ya'lədən gətirirsənsə, onda o zaman xitabın hamıya olmalıdır. Yəni bütün əhl-i sünnətədir bu kitab. Və xüsusən də Həmbəlilərə. Daha sonra bu kitabdan Əbu Ya'lənin bu kitabına bu hədisi nəql edəndən sonra təhqiqatçının sözünü deyir. Kimlər nəql edib daha sonra gətirir. Elə sadəcə sözüm buradadır ki, Beyhəqidən gətirir. Bu təsih eləyən kitabı özü Nəcd alimlərindəndir, müasir vahhablərdən. O nəql edib. Bu təsih eləyib. Kitabı Əbu Ya'lənin kitabı. Kitabı təvilatı təsih eləyib. Yəni haşiyələr burada. Beyhəqidən elə Cənab Məhərrəmovun sözünü gətirir ki, Beyhəqi deyir ki, və fi illətun uxra. Digər bunda eyb. Eyb nədir? Münkərdən əlavə. Münkəri izah edəcək inşallah və tələb eləyəcək gələn həftəyə qədər münkəri bizim üçün izah edəcək. Qətadə ibn Nə'man deyir ki, Qətadə ibn Nə'man nə vaxt ölüb? Kim deyir bunu? Beyhəqi. Beyhəqi Əşəri məzhəbdir. Etiqadı baxımından Allahın sifətlərində əşərdir və ona görə də gətirəcək inşallah. Bəziləri deyirlər, Beyhəqi ki bunu qəbul etmir, çünki öz məzhəbinə uyğun deyil, əşərilərə uyğun deyil. Hər onlar çünki qəbul etmirlər bu məsələdən. Məsələn deyirlər, kim desə Allah gördədir, o bidətçi. Ömər ibn Xəttabın zamanında dünyasını dəyişdi. Eyni ilə bu şəxsin dediyi kimi. Amma Ubeyd ibn Huneyn nə vaxt dünyaya gəlib, yəni dünyasını dəyişib 105-ci ildə. Deməli 75 yaşı var, təqribən elə bunun dediyi kimi. Yəni bundan sonra dünyaya gəlib bu şəxsdən sonra. İndi bu Nəcd alimi kim? Yəni bu təsih edir. Özü Vəhhabi Cənab Məhərrəmovdan daha savadlıdır. Deyir ki, qultu mən deyirəm. Qavluhu ən fihi inqita, o ki deyir bu rəvayətdə inqita var, yəni kəsilmə var. Fihi nəzərən bu iradlıdır, bu söz doğrudur. Deməli bu Vəhhabi alimi dediyi, bu Nəcd alimi özü deyir. Bu kimdir? Bu Əbu Abdullah Muhammed ibn Hamd el-Hamud el-Nəcdi. Yəni el-Nəcdi o demək deyil, Saudiyalıdır. Yəni bu Kuveytdəndir və yəni bir doktordur. Universitetlərin birində doktordur, əqidə qismində. Yəni indi bunun burada fihi nazar deməsi o demək deyil ki, yəni məsələ elədir. Çünki özü də isnad edir kimə? İbn Həcərə. İbn Həcərə isnad edərək bu sözü deyir. İndi görə İbn Həcərdən də gətirir, onda cavab verəcək. Zaten bu təhqiq eləyən, təsih eləyən demiş, özü hədisin münkər olduğunu qeyd edir və siyaq cümlənin, yəni bunun gətirdiyi məzmundan
hədisi sanki qəbul etmir. Yəni görsənir, zaten bu görsənir burada. Sadəcə bir dənə iradə nədir burada? Deyir inqita fihi nazar deyir. Yəni bu qəbul, yəni buna baxmaq lazımdır sanki belə, razılaşmır bu sözlə. Fihi nazar deyir. Özü də bu sözə görə, bu söz barəsində, yəni bunu nəyə görə deyir? İsnad edir İbn Həcərə isnad edərək, yəni ondan götürərək ki, yəni bu 95 yaşda gətirirdi ki, ənəhu mətə huve İbn Tisayn. Onu gətirir burada 90 yaşında vəfat edib. Niye? Siyaq, çünkü konteks bunu inkar edir. Çünkü kontekste ne değil? Huneyn deyir ki, ben Qətadədən eşitdim. Bu bir ki, həmçinin ən məşhur demək olar, əhlində dünyada ən məşhur o rabitaniyan, yəni rical sahəsinin mütəxəssis, 5 dənə əgər göstərə biləriksə əhli dünyada, müslimdə dünyasında, biri də İbn Həcər Əsqalanidir. Təhzib kitabında gəlib deyir ki, ənəhu matə və o İbn Tis'in 90 yaşında dünyasında eşit. Və ləm yənfi, deməli bu görüb. 90 yaşı olsa necə olur? Yəni şeyi görür. Və ləm yənfi sima'a Ubeyd ibn Huneyn min Qətadə deyir, inkar eləmir ki, Qətadədən hədisi nəql etməyi. Yəni etməyini inkar eləmir. Yəni eləyib hədisi nəql edir. Bu təhzibdə gətirir. Kimin təhzib? Deməli, təhzibdən gətirir, bəli, təhzib kitabında Təhdib et-Təhdib İbn Həcər deyir 90 yaşında vəfat edib və bu zaman inqita məsələsi ortadan qalxır. Belə çıxır, düzdür? Və həmçinin orada bir rəvayət də gətirir. Araf surəsinin oxunmasını, yəni Huneyn, Ubeyd ibn Huneyn, bu ravi Araf surəsi ilə bağlı orada bir rəvayət də gəlir. Yaxşı, baxaq İbn Həcər deyir, Əhl-i Sünnətin böyük alimlərindəndir, yəni hədis elmində də həmçinin öz sözünü deyib. Baxaq, İbn Həcərin digər bir kitabı da var, Təqrib et-Təhdib. Təqrib et-Təhdib, baxın, Təqrib et-Təhdibdə İbn Həcər bu ravinin tərcüməsində deyir, yəni Ubeyd ibn Huneyn barəsində burada məlumat verir. 4368-ci rəqəm altında və onun haqqında məlumat gəlir. Mədinəli, Əbu Abdullah, Siqa, Qalil hədis, yəni az hədis rivayət eləyib və sonra baxın 105-ci ildə deyir, vəfat eləyib 105-ci ildə. Və ləhu 75 sənə və onun 75 yaşı var idi onda vəfat edəndə. Və yuqal əksər min zəlik və deyilir ki, həmçinin deyirlər ki, bundan daha çox. Amma burada iqrar etdiyim məqam nədir? Mətə sənə 50, yəni 105-ci ildə bu bəllidir. Və ləhu 75 sənə. Yəni onun 75 yaşı var idi. İqrar etdiyi məqam budur. Və yaxşı, sual çıxır. İbn Həcər Təhdib et-Təhdibdə, necə ki, Əzimov qeyd edir, 90 yaş qeyd edir, amma Təqrib et-Təhdibdə 75 yaş qeyd edir. Yəni 75 yaşında vəfat edir. Yaxşı, bu suala necə cavab verək? İbn Həcər bir yerdə belə deyir, 90 deyir, digər bir yerdə 75 deyir. Təhdib et-Təhdib, necə ki, harada ki 90 yaş qeyd olunub, ilk yazılan kitab İbn Həcərin Təhdib et-Təhdibidir. Daha sonra Təqrib et-Təhdib, yəni İbn Həcərin bu təhdibdən sonra yazdığı kitabdır, Təqrib. Təqrib İbn Həcərin ən son, belə deyək, iqrar etdiyi məsələlərdir. Hətta müəyyən o xətaları düzəldib burada. Ravilər haqqında verdiyi hökmlər, baxsan, müəyyən hökmlər burada başqadır. Müəyyən hökmlər var ki, İbn Həcər sanki təshih eləyib, düzəldib. Ona görə mütəəxxir kitab bu olduğu üçün, Təqrib Təhdibdən daha sonra yazıldığı üçün bu kitab önə çəkilir. Bu məsələdə biz bunu götürürük. Və həmçinin bunu Səxavi deyir, Suyuti deyir. Yəni bu öndə gəldiyi məsələni, yəni ki, Təqrib Təhdibdən daha öndə gəlir, yəni məsələlərə bir hökm vermək üçün. Yəni iki qövl görsən, iki söz görsən İbn Həcərdən, hansı söz önə çəkilir, hansı söz götürülür, hansı ki təqribdə qeyd olunur. Çünki təqrib Təhdibdən sonra yazılıb və orada ixtisar və həmçinin neyinib? Təshih eləyib, yəni düzəldib müəyyən məsələləri. Daha sonra nə deyir burada? Ona baxaq. Digər hədisə də gələk və eyni ilə həmən hədisdir ki, fəvvəzəə ehdə, burada özə bir dənə maraqlı hədis var, oxuyacam inşallah. Deyir ki, bir nəfər şəxs oturmuşdu məcə, ayağı atmışdı ayağının üstünə. Gəldi ki, bu Qətadə gəldi, girdi. Sən neçə dənə tərikdən rəvayət olunur. Yaxşı olardı ki, gəlib tərikləri nədir? Yaxşı, hələ bu tariq də, bu qeyd etdiyin bu ikinci hədisdə, tariqə bax, yəni isnada bax, yenə Ubeyd ibn Huneyn
rivayet eləyir Qatadədən. Ubeyd ibn Hüneyn də Qatadədən rivayet etməsi dedik ki, inqita var. Sən gətirdin İbn Həcərdən, mən də gətirdim elə İbn Həcərin son yazdığı kitabdan. Tək bu deyil. Gəlin baxaq bu haqda İbn Hibbən nə deyir? İbn Hibbənin bir kitabı var, Kitab-ı Siqat. Və orada da ravilər haqqında məlumat verir. Baxaq bu kitabın kitabda gələn bu ravi haqqında məlumat. Və Ubeyd ibn Hüneyn haqqında görün nə deyir? 105-ci ildə vəfat eləyib və huve ibn 75 sənə. 75 yaşı var idi deyir. Bu da deməli İbn Hibbən harda bunu deyir? Siqat kitabında. Daha sonra İbn Hibbənin Məşahir kitabı da var. Məşahir kitabı, orada da Məşahir Uləmə Ləmsar. Görün orada da bu ravinin 515-ci rəqəm altında olan Ubeyd ibn Hüneyn haqqında məlumat verir. Nə deyir? Mətə sənə 500, yəni 105-ci ildə vəfat edib və huve ibn 75 sənə, 75 yaşında. Deməli İbn Hibbən də 75 yaşında olduğunu qeyd edir. Yaxşı, baxaq sonra Əl-Kamil fi-Tarix. Tarix kitabı var İbn Əsrin. Tarix kitabında baxın bu kitabdır. Əl-Kafi, Əl-Kamil affan fi-Tarix. Və burada illəri qeyd eləyir. Hansı ildə nələr baş verib. Sonra gəlir 105-ci ilə və dəxalə sənə 500. Yəni 105-ci il gəldi deyir. Və 105-ci ildə nələr baş verib, onları qeyd eləyir. Və daha sonra fikir verin burada 371-ci səhifədə deyir ki, bu ildə çox izzətli şəxslər vəfat edib. Mətə keçir, yəni çox insanlar vəfat edib, izzətli adamlar. İkrimə Mövlə ibn Abbas, İkriməni qeyd eləyir və digər ravilər və sonra nə gətir? Abdurrahman ibn Avf. Sonra gəlir Ubeyd ibn Hüneyn. Tuvaffi Ubeyd ibn Hüneyn və huve ibn 75 sənə. Və onun 75 yaşı var idi. Deməli bu tarix kitabında da vəfat etdikdə İbn Hüneyn həmin ravi 75 yaşında vəfat edib. Bunun iqrarı var. Bu məsələnin iqrarı var burada. Və daha çox gətirmək olar. Yəni əsas məqam nədir? Yəni bu ravi artıq 75 yaşında vəfat eləyibsə 105-ci ildə deməli o Qatadanı yəni görməyib. Yəni bunların arasında yəni bir-birini görməyiblər. Və həmçinin bu hədisdə başqa məsələlər də var. Mən hələ təkcə inqita məsələsini qeyd elədim. Kifayət eləyir bir dənə inqita hədisə bu hökm vermək üçün. Bu nə deyir? Deyir ki, yəni ona qalsa Müslimdə də munqati hədislər var, inqita olan hədislər var. Başqa yerdən oncalaya biliriksə, yəni o hədislər munqati deyil. Onlara cavab verilib. Hədis munqati fi Sahih Muslim. Və bunu kim deyir? Deyir Zəkərər Rəşid Əttar. Əndə fi Sahih Muslim 11 hədisən. Fi isnadihi inqita. Yəni bir neçə hədis var, 10 neçə, yəni 13 dənə hədisdir ki, inqita var deyir. Bunu kim deyir? Rəşid Əttar və onun bu sözünə cavab veriblər. Və uciba anha. Təbiin ittisalihə, yəni onun ittisal olmasını, birləşik olması isnadının bəyanı verilibdir. Ya başqa vəcihlə və yaxud elə özü başqa yerdə, öz kitabında elə başqa bir yerdə gətirir onun tam sənədini. Yəni bu başqa məsələdir. Bu ayrı bir məsələdir. Bizim danışdığımız məsələ isə ayrı bir məsələdir. Burada ravilər bir-birini görməyib. Ravilər arasında inqita var. O inqita da necə bilinir? Hələ vəfayətlərlə bilinir. Ölüm tarixi ilə, ölüm yaşı ilə, tarixi ilə bununla bilinir əsas. Baxırsan ki, bu ravi filan vaxtda vəfat edib, o birisi də filan vaxtda, filan yaşda və görürsən ki, bunlar bir-birini görməyib. Artıq bu məsələ həll olundu. Gətirib Müslimdən bu məsələni həll edib. Müslim sadəcə ravi sənədində qeyd eləyib müəyyən hədis, 13 dənə hədis. Zahirən inqita var, zahirən. Amma baxanda görürsən ki, başqa yerdə o hədisi tam şəkildə ittisal sənədlə, muttasil olaraq gətirib. Yəni sən bunu buna niyə qatırsan ki? Və bu hədisin inqita olması barəsində, yəni ravilərin bir-birini görməməsi, tarix məsələsindən nəzər salaraq, plan yaşlarına nəzər salaraq, o Beyhəqinin gətirdiyinə bu
sanki Beyhəqiyə bir irad bildirir ki, yəni Beyhəqi aşarə olub ona görə yəni sanki bu hədisi fırladır, çıxmaq istəyir vəziyyətdən, belə çıxır sözündən. Yəni birincisi Beyhəqi məyər özündən deyir. Beyhəqi elə Vaqidiyə nisbət eləyərək deyir da ki, yəni bu vəfat tarixlərini ki, bunlar bir-birini görməyiblər. Həmçinin İbn Bukeyrə nisbət eləyir bunu. Baxdıq İbn Hibban da belə deyir, Təhzib, yəni Təqribət Təhzibdə İbn Həcər də bunu deyir, 75 yaş olduğunu deyir. Tarix kitabına nəzər saldı. Yəni bu qeyd elədik. Artıq məncə bunlar kifayət eləyər ki, bu ravinin 75 yaşda vəfat etməsi isbat olundu. 105-ci ildə. Və bununla da həmçinin iki ravinin yəni bir-birini görməsi də yəni mümkünsüz olur. Əbu Muhammed Əl-Xəllal ilk nəql edən bu şəxs demək olar. Deyir ki, hada hədisun isnaduhu kulluhum siqah. Raviləri hamısı siqah. Bunlar gördülər ki, İbn Həcər Heysəmi, digərləri bir dənə hədis gətirirlər Əli əleyhissalam barəsində, digərlər barəsində və deyirlər ki, hamısı siqah ravi. Necə edək ki, bu dedilər, siqah olmaq şərt deyil. Gərək munqati olmaz. Bir də deməli isnaduhu kulluhu siqat məsələsi, yəni isnadı hamısı siqadır. Burada da yəni etirazlar var bu məsələdə. Çünki bunların yəni isnadda keçən müəyyən ravilər vardır ki, o ravilər haqqında da hədis imamları danışıblar. Misal olaraq Fuley, Muhammed ibn Fuley, ibn Süleyman və onun atası. Deyir, hətta Buxari və Muslim onlardan hədis nəql eləyiblərsə də belə, yenə də deyir, onlar zəifdir. Zəiflik var onlarda. Xüsusən də atasında bu ravilər, iki ravi adı çəkir, xüsusən atasında. Kim zəif sahib? İbn Məyin və hətta deyir İbn Məyin bunu Daraverdidən də aşağı səviyyədə sahib bu ravini. Və həmçinin İbn Məyin bir sözdə buyurur, fəleysə bisiqa və lə ibnuhu. Nə atası, nə özü, yəni oğlu, nə özü də siqa deyil, mötəbər deyil. Və həmçinin o kim zəif sahib bu ravini? İbn Mədini və Nəsai və digərləri və nə qədər burada alimlər var ki, zəif sahiblər. Deməli, ravilərin özündə belə ixtilaf var. Siqa görən var, saduq görən var, şeyx görən var, zəif görən var. Yəni, bunlar dərəcələrdir, ravilərdə olan dərəcələrdir. Yaxşı, sual çıxır, bəs onda Buxarinin ravisidir, Müslimin ravisidirsə, bu ravilər, deməli, nətər olundu, Buxari da getdi. Çünki belə bir söz işlədir orada. Sən bu raviyə yəni söz deməyin, o demək ki, Buxari getdi, vəssalam. Vəssalam. Bunu hardan çıxartdın? Yəni, məyər Buxaridə və Müslimdə zəif ravilər yoxdur? Ola bilər, bilmir. Müslimdə də, Buxaridə də zəif ravilər var. Niyə görə Buxari olardı, Müslim Buxari onlardan hədis rəvayət edib və necə rəvayət edib, ona da gələcəm inşallah. Özlərinə şey əlavə edilər. Lakin burada Əbu Muhammed bir dənə söz deyir ki, artıq bu yolu da bağlayır. Munqati yolu. Munqati yolu nədir? Və hum mə'ə siqətihim, siqə olmaz deyən siqə olmalarından əlavə, əlavə silnibə. Əla şərt-i səhiheyn, Müslim və Buxari. Burada ravilər hamısı səhih Müslimlə Buxarinin raviləridir. Əlbəttə, bəzi tədqiqatçılar gəlib araşdırır əhl-i-sünnə dünyasında. Deyirlər ki, Buxarinin raviləridir. Bunu ki, kərə gəlməz. Bu hədisə zəif deyə bilməzsən. Heç vaxt. Əlbani ki, bu hədisə zəif sayır, mümkün deyil bu hədisə zəif sayır. Lakin siz ki, deməli, deyir ki, əgər yəni bu sözündən belə çıxır ki, yəni Səhih Buxari və Müslimin raviləridirsə, sən buna söz deyə bilmərsən. Baxaq Müslimin özünün yəni müqəddiməsinə. Müslim yəni müqəddimədə zikr eləyir öz mənhəcini kitabında, Səhih Müslimdə və qeyd eləyir ki, hansı ravilərdən necə hədis qəbul eləyib. Və buyurur ki, yəni Müslimin müqəddiməsində 3 qismə bölüb raviləri. Birinci qismi hüffəzlər, mutqinlərdir, yəni üstün dərəcə hafizlərdən. İkinci dərəcə ravilər, yəni orta səviyyədə olan ravilərdir. Hifzdə, itqanda orta səviyyə olan ravilərdir. Və üçüncü nə deyir? Deyir ki, zəiflər və tərk olunmuşlar. Yəni zəif və tərk olunmuşlar. Deməli, bu 3 qismdən rəvat edir. Deməli, Müslimdə var zəif ravilər. Buxaridə də var zəif ravilər. Yaxşı, niyə onlardan yəni hədis götürüb, necə götürüb, nətər götürüblər? Onu da burada izah verir. Və hədisi, yəni zəif ravidən gələn hədislər, misal olaraq Müslimə hərəkət edirəm, bu mutabiyə və şəvahidlərdə qeyd olunub. Usulda yox, usul hədislərində yox. Yəni hədis gəlir,
əsas hədis. Sonra o hədisin mutabiə kimi, şahid kimi, bəli, o digər hədislər, o mənada olan digər hədislər gəlir və bu hədislərin isnadında baxırsan ki, bir zəif ravilər var. Bu səbəblərdən biridir. Necə ki, bunu Suyuti Tədribur Ravin, yəni şərhində qeyd eləyir və izah verir ki, Muslim nəyə görə zəif ravilərdən rivayət eləyib məsələsinə toxunur. Deyir ki, "Ənə zəlikə vaqi'un fil mutabi'at və şəvahid." Bu mutabiə və şəvahid yəni məsələlərində gəlib. Şahid kimi gətirir, mutabiə, tabi, yəni bu hədis terminləridir. Təbii ki, bilənlər bilir nə məsələni qeyd eləyir. Və la fil asl, yəni la fil usul, usulda gətirmir. Və deyir ki, "Fəyəzkurul hədis əvvələn bi isnadin nazif." Birinci hədisi gətirir yaxşı isnadla, sonra həmin hədisi və yec'aluhu aslan, thumma yetba'uhu bi isnadin أو أسانيد فيها بعض الضعفاء على وجه التأكيد والمتابعة أو لزيادة فيه تنبه على فائدة فيما قدمه. Deməli, birinci hədisi gətirir, səhih isnadla hamısı. Sonra nə edir? Bunu əsl hədis, usul olaraq qeyd eləyir. Və sonra bundan sonra bu hədis oldu nə? Əsl, əsas hədisdir, belə deyək. Bundan sonra digər ravilərlə, zəif ravilərdən ibarət olan isnadlarla təkid, gücləndirmə, həmin mənanı gücləndirmə yəni nəzərindən gətirir. Mutabiə nəzərindən gətirir. Yəni digər hədisləri. Və Buxaridə həmçinin, Buxaridə də zəif ravilər var. Yaxşı, niyə zəif ravilərdən istifadə edib? Nədir? Onlar da izah verilir səbəblərini, necə istifadə edib, nə tər istifadə edib o ravilərdən, hansı məqamda istifadə edib. Bu ayrı bir, geniş bir məsələdir. Amma əl-muhim, əsas olan nədir? Buxari və Müslimdə zəif ravilər var, bəli. Yəni daha ətraflı bu barədə ayrı bir müstəqil bir mövzu olaraq toxunmaq olar. Yəni məsələ sənin dediyin kimi deyil ki, yəni bu gün biri deyirsə ki, bu ravilər Buxari və Müslimin raviləridir və salam, sən bu ravilərə nəsə desən, deməli Buxari Müslimə getdi də yəni o kitablar. Belə deyil. Yaxşı, həmçinin bir sual da çıxır. Niyə görə Buxari özü və yaxud Müslim, əgər bu onun raviləridirsə, belə deyək, nə üçün o zaman bu hədisi qeyd eləməyiblər öz kitablarında? Hədisi gətirməyiblər. Deməli, ravidən hədis götürmək başqa, ravidən belə deyək, müəyyən hallarda, müəyyən yəni qaydalarla hədis rivayət etmək başqa, çünki burada müəyyən qaydalar var. Amma onların hər rivayət etdiyi hədisi o ravilərində götürülmür. Buxari Müslim bunu rivayət etməyiblər, bu hədisi öz kitablarında. Çox rəvayət var, munqəti rəvayət, amma səhih. Məhrəmov gəlib izah eləsin ki, bu ki deyir munqətidir və biz kənara qoyuruq, bu yanlışdır. Deməli sən yeni başlayırsan oxumağa, yaxşı olar ki, biraz oxuyaydın. Bəli, təcrübə yayıdın, sonra gəlib məlumat əldə edin. Tamam, bu sözü mən elə sizə deyirəm. Yəni çalışın biraz təcrübə yığın, oxuyun, daha geniş araşdırın. Bax, araşdırmısan, baxmısan, amma tələsmisən. Tələsmisən, ona görə görsən bu belə bir şeylər çıxır ortaya. İbn Həcərdən gətirirsən ki, 90 yaş deyir, İbn Həcər böyük alim belə deyir, amma xəbərin yoxdur təqribdə İbn Həcər 75 yaş deməsi. Bunu qaçırtmısan. Biraz daha çox araşdırsaydın bunu da görərdin. Və yaxud bu söz ki, yəni Buxaridə, Buxari Müslimin raviləridir. Sən bu ravilərə söz deməklə Buxari Müslim getdi. Bu da deyiləsi söz deyil. Yəni təcrübə azdır. Biraz təcrübə yığ. Munqəti hədisi qəbul olunur, yanlış. İki gəlir deyir ki, hədis münkər. Hədisin siqələri ki, 100% siqə var. Münkər hədisi də bizim üçün. İki dənə bundan istəyirik bu şəxsdən. Bir, munqəti bizə izah eləsin ki, münkər. O elə başa düşür ki, çox təəssüf olur. Elə başa düşür, münkər hədisin mənası, yəni hədis səhih. Əslində, münkər hədisin mənası nədir? Özü müasir alimləri də işarə edir. Bunu istəsə, gəlsin danışaq. Münkər hədisin mənası budur ki, bu hədis ravi bir nəfərdir nəql edən. Digər etiqadi məsələlərlə üst-üstə düşmür. Yəni səhihləşmir. Amma biz yəni burada da münkər hədis məsələsinə toxunur. Yəni, münkər hədis tək sən bu dediyin deyil. Münkər hədis, yəni təriflər var. Münkər ola bilər, nəkara, isnadda da ola bilər, nəkara, mətndə də ola bilər. Baxmaq lazımdır hədisin harasında da o nəkara. Mətindədirmi, isnaddadırmı? İsnadda necə olur bu? Baxsan, elə götürək Tədribur Ravi fi şərh Təqribən Nəvavi. Burada Ən-Nəv Rabi 10.
14-cü növ gəlir. Ma'rifetul munkar. Yəni get onu oxu, kitabı tap, oxu. Özə kim deyir bunu? Kim izah verir bu məsələyə? Qala deyil Hafiz el-Berdici. Və huvel-fard ellezî la yu'raf metnuhu an gayri vahid. An gayri ravi. Deyir, yəni o təfarrud da deyirlər. Yəni bir adamın elə bir məsələ gətirir ki, başqa yolla bilinmir o. Yəni bir dənə xəbər bir bunun yolu ilə gəlir, bir nəfərin yolu ilə gəlir. Bu da münkerin növlərindəndir. Bunu da kim deyir? Berdici deyir. Berdici də kimdir? Əbu Bakr el-Berdici bizim yerlimiz Azərbaycanlı alimlərdəndir. Necə ki burada onun izahı gəlir. Kimdir o? Deyir o yəni Azərbaycanlıdır, Azərbaycanlı alim, Bəldə fi Azərbaycan. Və yuqal ləhu Bərdəi. Ola bilər Bərdədəndir, Allahu aləm. Yəni baxarsan, yəni mən burada durum sənə münkər dərsi keçim, münkərdədir, nəkira nədir, necə olur, nətər olur. Yəni burada təfsilatlı şəkildə o məsələ qeyd olunur. Və həmçinin yəni zəif ravinin güclü raviyə müxalif hədis rəvayət etməsinə də deyirlər və hətta şazın da deyirlər ki, münkərdə şaz kimi deyənlər də var. Belə alimlər də var ki, yəni hələ bir ravi digərinə müxalif oldusa, digərlərinə, ravilərə, bu da hətta güclü siqada olsa, yenə də təfarrud eləsə, müxalif olsa, bu da münkərdir. Belə deyənlər də var. Bu mətin, yəni isnadda olan nəkaradır və həmçinin mətində də münkər, yəni şəriətə müxalif məsələ gəldisə, o zaman o münkərdir. Mətin münkərdir, bu da ola bilər. Ola bilər sən bunu qəsd edirsən burada ki, yəni mənim əqidəmə düzgün gəlmir deyənə nəkiradır. Amma bu hədislə bağlı o alimlər ki, deyirlər ki, hədis münkərdir, o alimlər elə bu hədisin zəif olduğunu qeyd edirlər. Demirlər ki, bu münkərdir, amma səhihdir, mən qəbul edirəm. Münkər deyənlər elə onun o hədisə nə zəif hökm verib qəbul etmirlər. Və həmçinin bu hədis Səhih Müslimdə gələn hədisə müxalifdir. Baxsaq, baxın, Səhih Müslimdə gələn bir hədis var. Abbad ibn Təmim ammihi ənəhu ra'a, əmmisindən rəvayət edir ki, o Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə gördü müstəlqiyyən, yəni həmin bu vəziyyətdə uzanaraq, belə üstə uzanaraq, vadiyan ihdə ricleyhi aləl-uxra, bir ayağını o birinin ayağına qoyduğu halda Ravahul Buxari rəvayət edib və həmçinin Müslimdə də gəlir və həmçinin Səid ibn Museyyibdən burada onun sözü var. Deyir ki, Kənə Umar və Üthman yef'aləni dəlik. Ömər və Osman da bu cür edərdilər və deyir, və ləv kənə l-istilqa məzkur la yənbəğli əhəd min xalqihi. Yəni, əgər bu ancaq Allaha xas olan bir əməl olsaydı, kəmə zəməl hədis, ləmə fəalə dəlikə Rasulullah sallallahu aleyhi ve sellem. Yəni, belə bu cür olsaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem bunu etməzdi bu cür. Çünki Allaha xasdır axı. Yəni, başqalarının səlahiyyəti yoxdur bu cür uzanmağa. Və həmçinin Osman, Ömər, Osman, yəni bunlar belə etməzlər. Deməli, hədisdə nəhi məqamı da var. Bunun qeyd etdiyi hədisdə ki, yəni, bu Allaha xas olan bir əməldir. Allaha xasdırsa, o zaman bəşərə xas deyil, bəşərin icazəsi yoxdur belə etməyə. Peyğəmbər baxırıq Müslimdə gələn, Buxari Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bu cür edir. Deməli, müxalifdir bu hədis. Həmçinin daha səhih, yəni səhih hədisə, Buxaridə keçən, Müslimdə keçən hədisə, yəni müxalifdir. Hətta yəni fərz eləsək ki, kim ki bunu səhih kimi qəbul edir, bu hədisi, özündən daha səhih olan, çünki Buxari və Müslim əsahdır, müxalifdir. Özündə bəziləri gəlib deyə bilər ki, orada nəsx ola bilər və s. Bu da ayrı bir mövzudur. Bunun da cavabı var. Və bu məsələ ilə bağlı Şeyx Muhammed Nasruddin Əl-Əlbani də yəni cavab verib bu hədisin hökmü ilə bağlı məsələyə. Fuleyhin məsələsini də gətirir və həmçinin Fuleyhin rivayətlərini gətirir ki, yəni hətta onun müəyyən xətalarını qeyd eləyir. Çoxdur deyir, Saduq, ona kəsir xata deyir, xatası çoxdur və harada xətalar eləyibsə deyir, baxın, isnadda bu cür xətalar eləyir. Daha geniş kim maraqlanmaq istəsə, bu haqda Şeyx Albaninin bu sözlərinə müraciət eləyə bilər. Və həmçinin də bir məsələni də qeyd etmək istəyirəm ki, yəni siz baxın məsələyə, deyirsiniz ki, Vahabilər belə, Vahabilər elə bu cür
sözlər danışırlar. Bu hədisə bax, Vəhabilərin rivayət elədiyi. Amma baxırsan, Vəhabi kimi qəbul etdiyiniz Albani rahimullah bu hədisi qəbul etmir, münkər deyir. Amma o dediyiniz misallar Əbu Ya'lə. Əbu Ya'lədən gətirirsə, Əbu Ya'lə iqrar eləyir və isbat edir ki, Əbu Ya'lə bu şeyi iqrar eləyib və buna cavab verib. Yəni düzdür, istilqa var, amma keyfiyyəti bəlli deyil, başqa cürdür, necədir? Yəni əl-mühim Əbu Ya'lə bunu inkar etmir, qəbul eləyir və Əbu Ya'lədən gətirib Vəhabilər deyib, Vəhabiləri vurmaq bu cür. Dinən əhl-i sünnə. Və yaxud dediyim ki, dinən bütün əhl-i sünnə bunu qəbul edir, həmbəlilər xüsusən də. Çünki Əbu Ya'lə həmbəli idi. Amma Vəhabi alimi sizin gözünüzdə Albani münkər deyir və hətta geniş bu məsələ ilə bağlı danışır və isbat eləyir o ravilərin, orada keçən ravilərin müəyyən hökmünü gətirir və onların xətalarını qeyd eləyir və deyir bu İsrailiyyətdən gəlib Yahudilərin sözünə oxşayır və yaxud Yahudilərin sözüdür. Ki Allah uzandı, dincəlmək istədi, yoruldu, haşa. Nəsə, dinləyək görək, sonra nə deyir? O hədisi səhih bilir. İndi çox maraqlı. Gələk Əbu Ya'lanın öz nəzəri. Cənab Əbu Ya'la, siz bu hədisi qəbul edirsinizmi? Bəli. İ'ləm Əbu Ya'lanın sözüdür. Ənnə hadəl xəbər, bu rəvayət neçə rəvayət gətirir? Yufidu əşya. Neçə dənə şey fayda verir? Bir, zəvaz, illaq. Tamam, bu məsələ ilə mən münaqişə etmirəm. Əbu Ya'la bu hədisi qəbul eləyirsə, tamam. Və bu məsələ siyaqdan da görsənən oldu ki, qəbul eləyir. Necə qəbul eləyir, nədir qəbul eləyir? Bu ayrı bir məsələdir. Yəni, bu Əbu Ya'lənin öz işidir. Və həmçinin hədisi qəbul edənlərdən, yəni indi gətirəcək onu da, bilməm bu videoda deyə, o birisi videoda Abdülmuğis Əl-Hərbi, bildiyim qədərilə o da hədisi səhih kimi qəbul eləyir. Amma yaxşı, burada biz yəni dedik axı ki, hədisdə inqita var, mənfi zəiflik səbəbini getirdik və həmçinin bu hədisi zəif görənlər də var axı. Gör nə qədər Beyhəqi. Beyhəqi indi hardasa deyirsən aşaridir, nədir, onu bildik. Zəhəbi siyərdə gətirib, yəni İbn Kəsir zəif görüb və həmçinin İbn Rəcəb. İbn Rəcəb hətta deyir ki, bu Yahudilərlə bağlıdır. Və hətta nə deyir? وَمَنْ قَالَ أَنَّهُ عَلَى شَرْطِ الشَّيْخَيْنِ. Yəni Buxari Müslimin yəni şərtinə uyğundur. Kim belə deyirsə fəqat xəta eləyir deyir. Sonra nə gətirir? Ubeyd ibn Hüneynin məsələsini gətirir. Qilə ənəhu ləm yəsmə' min Qatadə. Və bu Qatadadan deyilir ki, bu Qatadadan eşitməyib hədis. Sonra yenə nisbət eləyir bu sözü. Qaləhul Beyhəqi. Və həmçinin Fuleyhdən və in xaracə ləhul Buxari. Fuleyh məsələsində də toxunur. Buxari də ondan nəsə gətiribsə də fəqat səbəhə kələm əymətil hüffəz fi təd'ifihi. Yəni hafizlərin bu məsələdə alimlərin sözləri bunun zəif olmasında da yəni qeyd olunub. Və kana Yahya bin Sa'id yekşir min ahadisihi. Yahya bin Sa'id onun hədislərindən sanki belə tükü örpəşirdi deyək belə bu cür. Əbu Zur'a nə deyir? Fīmə ravahu anhu Sa'id ibn Al-Barzai. Fuleyh vahi hədis. Fuleyh barəsində, yəni ravahu anhu, yəni Əbu Zur'adan rivayət olunan sözdə Fuleyh barəsində nə deyirlər? Vahil hədis, yəni vahm var onda. Vahil hədis. Və oğlu Muhammed Kəzəl, həmçinin vahil hədis. Yəni bu ravilər barəsində də kəlam, söz-söhbət var. Söz-söhbət var. Yəni ravilər siqa deyən misal olaraq Əbu Ya'lə siqadır kulluhum. Bu Əbu Ya'ləyə görə siqadır, müəyyən kimlərəsə görə siqadır. Və həmçinin böyük də hafizlər, imamlar vardı ki, onlara görə siqa deyil. Onlara görə onlar barəsində danışılıb. Yəni məsələ belə olduğu halda, yəni hətta Buxari və Müslimin raviləridirsə belə, o demək deyil ki, onların raviləridirsə 100% bunlar əla dərəcə, ən üstün dərəcədədirlər. Xeyr. Baxaq görək nə deyir yəni. Gəlib biz burada oxumuşuq və biz orada da heç vaxt iddia eləmədik ki, bütün əhl-i sünnə alimlər bunu qəbul edir. Biz dedik ki, əhl-i sünnə orada özü demiş Əbu Ya'lanın adını çəkmişik. Çünki Əbu Təbəranın nəql edir və Əbu Ya'la deyir ki, yəni bir baxın ilk videoya, hazırladığım videoya, əhl-i sünnə bunu qəbul eləyir.
belə bir söz işlətmirsən. Və indi yəni o məsələni yəni ümumən gətirməyin özü o hədisi məqsədin nə idi? Məqsədin o idi ki, bax on cəmaət və abilər görün hansı hədislər var bunlarda. Və indi nə deyirsən? Biz demirik ki, deyir, bütün əhl-i sünnə bunu deyir. Bütün hamı bunu yəni səhih deyir. Əbu Ya'l zaten mən də sənə danışandım. Əbu Ya'l hə deyirsə ki, yəni isnadı səhihdir, o demək deyil ki, səhihdir. Əbu Ya'l səhih deyə bilər və yaxud kimsə başqası gətir 10 nəfər səhih desin. 100 nəfər gətir səhih desin. Səhih demək, əgər bir hədisdə səhih deyən də var, zəif deyən də var, belə baxaq görək nəyə görədir onun zəiflik səbəbi. Səhih hədis odur ki, şərtləri özündə cəm edir. Sənədə bitişik olmalıdır, sənəddə qırıqlıq olmamalıdır, raviləri adil olmalıdır, dabit olmalıdır, illə olmamalıdır. Yəni hədisdə şərtlər var, hədisin şərtləri var, səhih qəbul olunması üçün şərtlər var. O şərtlərdən biri pozulduqda artıq bu hədis səhihlik hökmündən düşdü. İndi desin bir hədis səhihdir. O da ola bilər kiməsə nisbət edərək bu sözü desin. Biz baxaq hədisin özünə, hədisin ravilərinə, hədisin sənədinə bitişikdirmi, qırıqlıqdırmı, hədisdə %100 qırıqlıq varsa, sən deyən kimi deyil, yəni ki, bu hədis hər inqita zəif deyil. Hər inqita zəif deyil deyil. Yəni inqita sübut olunubsa, başqa heç bir yolla o yəni inqitanı bərpa etmək olmursa, bəli, o munqati hədisdir. Və buradakı hədisdə gördük ki, iki ravi bir-birini görməyib. Vəfat tarixlərinə, yaşlarına baxdıq. Yəni bunlar mümkün deyil görüşsünlər. Və bu da məncə kifayət eləyir. Həmçinin hədislər, yəni ravilərin dedik ki, şərtləri, yəni Buxarinin raviləridirsə belə, o demək deyil ki, o ravilər zəif ola bilməz. Və onların zəif görən alimlərin sözləri də var. Onları da müəyyən qədərini qeyd elədim. Və burada qısa bir video hazırlayıb, bundan öncə verilişdə 48 dəqiqə də belə bir video da var. Oradan daha çox məsələlərə toxunur. İndi mən qısa olaraq çalışıram. İndi yenə nəsə deyər, yəni əlavə olaraq danışacağam, buna da cavab verməyə hazıram. Nəsə bir etirazı varsa da bildirsin. Və həmçinin bu uzun bir videoda, o verilişdə danışdığı videoda başqa məsələlər də qeyd eləyib. Yəni, inşallah onlara da cavab verərəm. Amma əsas məsələ mənə gəlir ki, bu ehtiyac olan məsələ, ona mən cavab verdim. Sonra oradan gətirir, misal olaraq, Muhammed Abdullahovdan deyəsən kitabından gətirir ki, yəni Yahudilər gəlir deyir Peyğəmbərə ki, siz sallallahu əleyhi və səlləm siz şirk eləyirsiniz, nə bilim. Görürsən bu kitabda var belə Yahudilərdən dinlərini götürürlər. O ayrı bir mövzu. Ona da cavab verəcəm. Yəni mövzudan mövzu çıxır. Mən hamısını bir videoda cəm eləyə bilmərəm. Ona görə qısa yəni bacardım belə qısa etməyə çalışdım, amma yenə uzun video çıxır. Çalışacağam cavab verim inşallah.